Salam, hər vaxtınız xeyir olsun. Bugün fırlanma cisimləri, onların səthi və həcmi haqqında məlumatları verək. Fırlanma cisimlərinə burada gördüyümüz kimi silindir, konus, kəsik konus, sfera və kürə, sektor və segmenti misal göstərə bilərik. Bizə əsasən silindir, konus, kəsik konus, sfera və kürə lazım olur. Baxaq. Əvvəlcə işarələrə baxaq. S oturacaq bildiyimiz kimi oturacağın sahəsi, S yan səthinin sahəsi, S tam səthin sahəsi, S ox kəsiyinin sahəsi, S sektorun sahəsi, S segmentin sahəsi. Bildiyimiz kimi V həcm, V sektorun həcmi, V segmentin həcmi ilə işarə edək. Başlayaq silindirə. Silindirə tərif bu cür verilir ki, düzbucaqlığın bir tərəf ətrafında fırlanmasından alınan fiqura silindir deyilir. Baxaq bu şəkilə. Burada gördüyümüz kimi A, B, O1, O düzbucaqlısının ətrafında fırlanmasından bir dənə silindir alınıb. A, B, O1, O. Bu düzbucaqlığın ətrafında fırlanmasından alınan fiqur bu cür silindir. Aha. Bildiyimiz kimi BO1 radius, eyni zamanda O1C radius, eyni zamanda AO, OD radius kimi götürək. Gördüyümüz kimi silindirin oturacağı çevrədir. Aha. Oturacağın sahəsi, S oturacaq çevrədir. Çevrənin sahəsi pi r kvadratıdır. Bildiyimiz kimi yan səthinin sahəsi. Yan səthin sahəsini buranı L ilə işarə edilək. Onda S yan bərabərdir. Yan səthin sahəsi də 2 pi r h olar. Sonra keçək S tam səthin. Tam səthin sahəsi S yan səthinin üzərinə gəlirik. 2 dənə S oturacağı. Bu da bərabərdir. S yan səthin sahəsi 2 pi r h-dır. Üzərinə gəlirik. 2 dənə oturacaq. 2 dənə oturacağın sahəsi də 2 pi r kvadratı olar. Tam səthinin sahəsini tapdıq. Aha. Ox kəsiyinin sahəsi də gördüyümüz kimi bu H, burada 2. S ox kəsiyinin sahəsi də 2RH olar. Aha, gəldik silindirin həcminə. Silindirin həcmi pi r kvadratı H-a bərabərdir. Keçək növbəti qaydaları izah edək. Silindirin açılışı gördüyümüz kimi bu şəkildədir. Oturacaqlar bunlar, bu isə düzbucaqlıdır və bunun ətrafında fırlanmasından alınır. Oturacağın uzunluğu, oturacaq gördüyümüz kimi çevrədir. Uzunluğu L bərabərdir 2 pi r olar. Aha. Keçək konusa. Konus düzbucaqlı üçbucağın hər hansı bir kateti ətrafında fırlanmasından alınan fiqurdur. Baxaq konusa. Gördüyümüz kimi A, B, O. Bu düzbucaqlı üçbucağın BO kateti ətrafında fırlanmasından alınan konusdur. Bu düzbucaqlı üçbucaqda gördüyümüz kimi AB hipotenuzdur. AB hipotenuzu L ilə işarə edək və adına doğuran deyək. O isə katetdir. Eyni zamanda bu çevrənin radiusudur. R deyək. Aha, gələk. S oturacaq. Oturacağın sahəsi yenə gördüyümüz kimi çevrədir. Pi r kvadratı. S yan səthinə baxaq. Yan səthin sahəsi pi r, L. L nədir? Doğrandır. Yəni bu düzbucaqlı üçbucağın hipotenuzudur. Aha. Gəldik S tam səthin. Tam səthin sahəsi bərabərdir. S yan səthin üzərinə gəlirik. Bir dənə S oturacaq. Çünki bir dənədir. Bərabərdir. Yan səthin sahəsi bildiyimiz kimi pi r, L-dir. Üzərinə gəlirik. S oturacağın sahəsi pi r kvadratı.
Buradan yazaq. S tam səth bərabərdir. Pi r üzərinə gəlsin pi r kvadrat. Gəldik ox kəsiyinin sahəsinə. S ox kəsiyinin sahəsi bərabərdir r h-a. Ox kəsiyi sahəsi ox ilə kəsəndə bu hissə alınır. Burada bir dənə düzbucaqlı üçbucaq, onun da sahəsi r h olar. R betonus, h betonus. Üzr istəyirəm, r radius, h da konusun hündürlüyü. Gəldik həcmə. Konusun həcmi 1/3 pi r kvadratı h ilə tapılır. H konusun hündürlüyüdür. R çevrənin radiusudur. Doğranı gördüyümüz kimi buradan h r verildikdə Pifaqordan l-i tapmaq olar və yaxud l r verildikdə Pifaqordan h-ı tapmaq olar. Bura düzbucaqlı üçbucaq alınır. Konusla da bu qədər. Konusun açılışı göründüyü kimi bu şəkildədir. Burada 2 pi r bu uzunluqdur. Bu da l doğrandır. Gəldik kəsik konusa. Kəsik konus konusun bu şəkildə olar. Bura r deyirəm, kiçik r, bura böyük r şəkildə də verilir. Bu konus artıq gördüyümüz kimi trapesiyanın fırlanmasından alınır. Düzbucaqlı trapesiyanın fırlanmasından alınan figura kəsik konus deyilir. Kəsik konusun yan səthinin sahəsi pi vurulsun s yan bərabərdir. Pi vurulsun r üzərinə gəlsin kiçik r. R topla r vurulsun l. L nədir? Konusun doğranı. Kəsik konusun doğranı. Keçdik tam səthin sahəsinə. S tam səth bərabərdir. Bildiyimiz kimi S yan səthin üzərinə gəlirik. S oturacaq. Pi vurulsun R topla R vurulsun L. Üzərinə gəlinsin. Pi vurulsun R kvadratı topla R kvadratı şəklində olar. Kəsik konusun tam səthinin sahəsi. Ox kəsiyinin sahəsinə baxaq. Ox kəsiyinin sahəsi R topla R vurulsun H olar. Bu hündürlüyümüz bura R, bu da kiçik radius. Ox kəsiyinin sahəsi R topla R vurulsun H şəklində olar. Gəldik konusun həcminə. Kəsik konusun həcmi 1/3 pi vurulsun R kvadratı topla R vurulsun R topla kiçik R kvadratı vurulsun H şəklində tapılır. Konus haqqında bu qədər. Gəldik sfera və kürəyə. Fəzanın verilmiş nöqtəsindən eyni məsafədə yerləşən nöqtələr çoxluğunun əmələ gətirdiyi fiqura bildiyimiz kimi sfera deyilir. Bu nöqtəyə sferanın mərkəzi deyilir. Məsafəyə isə sferanın radiusu deyilir. Burada göstərilmişdir. Sferanın sahəsi bərabərdir 4 pi r kvadratına. Sferanın həcmi. Sferanın həcmi də bərabərdir 3/4 pi r kubuna. Bunlara aid əsas suallar bunlardan düşür. Sektor, segment çox istifadə etmirik. Ona görə onları vermirəm. Beləliklə bugün keçdik silindir və konusu. Ümumiləşdirsək, deməli bugün keçdik bir silindiri keçdik. Dedik ki düzbucaqlının fırlanmasından alınan fiqur. Bura radiusdur. Burada radiusdur. Bu hündürlükdür. Silindirin. Deməli silindirin tərifini dedik ki, düzbucaqlının bir tərəf ətrafından fırlanmasından alınan fiqura silindir deyilir. Silindirin
Oturacağı çevrədir. S oturacaq bərabərdir bildiyimiz kimi pi r kvadratı. S yan səthinin sahəsi. Yan səthinin sahəsi 2 pi r h-dır. R oturacağın radiusu, h da hündürlükdür. S tam səth. Tam səth bərabərdir. S yan səthin üzərinə gəlirik. 2 dənə S oturacaq. Çünki burada biri var, burada da biri. Ona görə 2 dənə S oturacaq gəlirik. S yan səth 2 pi r h-dır. Bunun üzərinə gəlirik. S oturacaq 2 pi r kvadrat. Aha, S ox kəsiyinin sahəsi dedik 2 r h-a bərabərdir. Silindrin həcmi isə pi r kvadratı h-a bərabərdir. Silindirdən əsas düsturlar bunlardır. Aha, indi keçək konus haqqında məlumatları verək. Aha, 2 konus. Konus dedik ki, düzbucaqlı üçbucağın hər hansı kateti ətrafında fırlanmasından alınan fiqurdur. Buranı el doğran deyirik. Düzbucaqlı üçbucağın hipotenuzuna. Bura erdir, burada h konusun hündürlüyüdür. Aha. Konus haqqında düsturlar deyək. S oturacaq. Oturacaq bildiyimiz kimi yenə pi r kvadratıdır. S yan. Yan bərabərdir. Pi r elə. R radius. L də düzbucaqlı üçbucağın hipotenuzudur. S tam səth. Tam səth bərabərdir gördüyümüz kimi. S yan səthin üzərinə gəlirik. S oturacaq. Yan səthimiz pi r l-dir. Üzərinə gəlirik pi r kvadratı. Aha, S ox kəsiyinin sahəsi. Ox kəsiyinin sahəsi də r vurulsun h-dır. R radius, L də doğran. Konusun həcmi. Konusun həcmi 3/1 pi r kvadratı h-a bərabərdir. Aha, gəldik kəsik konus. Kəsik konus. Bura böyük yer, bura kiçik yer. Aha, buna tərif bu cür verdik ki, düzbucaqlı trapesiyanın yan tərəfi ətrafında fırlanmasından alınan fiqura kəsik konus deyilir. Kəsik konus üçün düsturları verək. S yan səth, bura L-dir, bura H-dır. S yan səth bərabərdir. Pi vurulsun R topla R vurulsun L. S tam səth. Tam səth bərabərdir. Pi vurulsun R topla R vurulsun L. Üzərinə gəlinsin. Pi vurulsun R kvadratı topla R kvadratı. S ox kəsiyinin sahəsi. Ox kəsiyinin sahəsi R topla R vurulsun H-dır. Gəldik həcminə. Kəsik konusun həcmi 3/1 pi vurulsun R kvadrat topla R vurulsun kiçik R topla R kvadrat vurulsun H-a bərabərdir. Aha, konus haqqında da bu qədər. Keçək sfera haqqında məlumatları verək. 3. Sfera. Fəzanın dedik verilmiş nöqtəsindən eyni məsafədə yerləşən nöqtələr çoxluğunun əmələ gətirdiyi fiqura kürə dedik. Bu nöqtəni kürənin mərkəzi, məsafəyə isə kürənin radiusu dedik. Kürənin sahəsi bərabərdir 4 pi r kvadratına, həcmi isə 3/4 pi r kvadratına bərabərdir. Bizə əsas lazım olan düsturlar bunlardır.
Fırlanma cisimləri haqqında əsas məlumatlar bu qədər. Sağ olun, salamat qalın.